Fövqəladə Hallar Nazirliyi Qurban Bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Qurumun mətbuat xidmətindən verilən məlumatda qeyd edilib ki, Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmr var. Əmrə əsasən Qurban Bayramı və 28 may Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədi ilə Nazirliyin aidiyyatı struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.